Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulillahil emin ve ala alihi tahirinel masumin ve lanu daim ala a'daihim ve munkiri fezailihim ve gasibi hukukihim ve katili nufusihim ecma'in minel ana ila qiyami yevmiddin. Usikum ve nefsi bi tekvellah ve nezmi emrikum. İnşallah hem size hem özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Gizlində və aşkarda Allahdan qorxub Allahın halalın halal, haramın haram bilək. Keçən cümələrdə üzürlü səbəblərdən iştirak eləyə bilmədiyimə görə mövzumuz yarımçıq qalmışdı. Bilirsiniz ki, Qurani-Kərimdə vacib olan duadan bəhs eləyirdik. Bütün dualar özü-özlüyündə müstəhəbdir. Yalnız yeganə vacib duadır ki, Həmd surəsində qərarlaşıb. Bütün peyğəmbər, imamlar, alimlər, ariflər kimliyindən asılı olmayaraq hər kəs vacibdir namazda bu duanı eləsin. Əgər bu duanı eləməzsə, o zaman onun namazı doğru düzgün hesab olunmur. Və keçən həftədə müəyyən qədər izah eləmişdik, amma bu günləri mən bir ayənin üstündə dayanacam və müqəddimə xarakterli bir giriş eləyəcəm. Ondan Allah ömür versə, növbəti cümələrdə bunu davam elətdirərik. Oxuyuruq ki, Əuzu billah minəşşeytanirracim, İhdinəs sıratal mustaqim. Surənin əvvəlini oxumuram, Həmd surəsinin ki, ilahi bizi doğru yola hidayət elə. Bu doğru yol hansı yoldur? Kimin yolu doğru yol hesab olunur? Bu barədə Qurani-Kərimdə Uca Rəbbimiz ünvanlar veribdir. Biz həmin o ünvanları tapıb, onları təhlil eləyib və həyatımıza tətbiq eləməliyik. Doğru yolun ünvanlarından biri Qurani-Kərimdə Yasin surəsinin 61-ci ayəsindədir. Ayədə oxuyuruq: Auzu billahi mineşşeytanirracim və ani'buduni haza sıratun mustaqim. Mənə bəndə olun, doğru yol budur. Allah doğru yolu müəyyənləşdirmək üçün bizə ünvan olaraq deyir ki, mənə bəndəlik edin. Mənə bəndəlik edərsinizsə doğru yolda olarsınız. Burada bir məqam var, onu xüsusi vurğulamaq istəyirəm bugünkü xütbəmdə. İbadətlə bəndəliyin arasında fərq var. Düzdür, lüğət etibarı ilə eyni köklü olsalar da mahiyyəti etibarı ilə bir-birindən fərqlidir. İnsan ibadət eləyə bilər, amma bəndəlik eləməsi, etməməsi mümkündür. Və bu fundamental məsələdir. Qurani-Kərimdə haqqında danışılan varlıqlardan biri şeytandır, bilirsiniz. Şeytanın ibadəti var idi. İmam Əli əleyhissalam buyurur ki, Nəhcül Bəlağədə, şeytan 6000 il yer üzərində ibadət elədi. 6000 il ibadət etməsinə rəğmən, amma bəndəliyi yox idi deyə gəldi bir yerdə ilişdi və aqibəti yaxşı olmadı. Bir yerdə gəldi, dayandı. İbadətin olması kifayət deyil, gərək bizim bəndəliyimiz olsun. İndi misallarla aydınlaşdıracağım nə demək istəyirəm. Allah bizdən təkcə ibadət istəməyib, Allah bizdən bəndəlik istəyibdir. İbadət bəndəliyin sadəcə təzahürləridir. Bu çox önəmli məsələdir. Uca Rəbbimiz Yasin surəsi 61-ci ayədə buyurur ki, mənə bəndəlik edin, doğru yol budur. Görürsünüz, burada demir namaz qılın, oruç tutun, həccə gedin, xumus verin, zəkat verin, filan eləyin. Bunları demir. Deyir, bəndəlik edin. Doğru yol bəndəlikdədir. Deyirsiniz, fərqi nədir? Fərqin deyim. Məsələn, ola bilər bir adamın oruc ibadəti xoşuna gəlir deyə oruç tutur. Məsələn, bir adamın diyet proqramı ilə müvafiqdir və yaxud da xoşuna gəlir, məsələn, iftar süfrəsində oturmaq və yaxud da hansısa bir səbəblərdən xoşuna gələ bilər. Olur, belə bir şeylərlə rastlaşırıq cəmiyyətdə. Oruc ibadəti xoşuna gəlir deyə oruç tutur. Namaz xoşuna gəlir deyə və yaxud da namaz ona bir əlavə bir imtiyaz qazandırır deyə bəziləri namaz qılır. Həcc ziyarəti bu səyahəti sevən adamdır. Başqa ölkədir, başqa iqlimdir, cürəbəcürə adamlar gəlirlər, dünyanın dörd bir tərəfindən adamlar gəlir. Bu da maraqlıdır. Məsələn, həcc ziyarətinə gedir, ümrə ziyarətinə gedir. İbadətin şəklini icra eləyir, amma mahiyyətində tamam ayrı şey dayanır. Bu ibadət eləyir.
Bizim çoxumuz ibadət edirik, amma bəndəliyimiz yoxdur. Nədir bəndəlik bəs? İnsan namazın Allah əmr edir deyə qılmasıdır. Niyə oruç tutursan? Allah əmr edir deyə oruç tuturam. Ondan yerdə qalan faydaları təbii ki, onsuz olacaq. Niyə həccə gedirsən? Niyə ömrəyə gedirsən? Allah əmr edir deyə mən bunları icra eləyirəm. Diqqət edirsiniz, məsələnin incə bir fərqi var burada. İnsan ibadətlərin bəndəlik səbəbi ilə eləməlidir, şəxsinə xoş gəlir deyə yox. Niyə tövsiyə olunur bizə namazları əvvəl vaxtda qılmaq? Məsələn, bu günləri günorta namazı deyək ki, 1-ə qalmış günorta azanının vaxtıdır. Şam azanı da deyək 7-dədir, misal. Bir adam indi namazın qılmayıb, saxlasa, məsələn, saat 7-nin yarısında qılsa, günorta və əsr namazları qəza deyil, qıldığı namazlar da səhihdir. Amma düzdür, şəri nöqteyi nəzərdən səhihdir, amma sabah qiyamətdə qəbulunda problem ola bilər. Niyə? Çünki bu namaz bunun zövqünə uyğun qılınıbdır. Məsələn, işlərimi görüm, günortamı yeyim, televizora baxım, seriala baxım, futbola baxım, nəticələri izləyim, qonşularla danışım, dostlarla oturum, biraz da orada vaxt eləyim, bicürbitəhər namazımı qılım. Ki, qoy desinlər, orada dəftərdə plus qoysunlar ki, bu namazın qıldı. Bu mənim nəfsimə xoş gələn namazdır. Bu ibadətdir. Amma bəndəlik isə odur, ilk Allahu Ekber deyildi, azam verildi, dərhal durur namazın qılır. Ya eyyuhəl-ləzine amenu, izə nudiyə lis-salati min yevmil cümə, fəsəv ilə zikrillah və darul bey. Ey iman gətirənlər, cümə günü namaza çağırıldığınız zaman alış-verişi buraxın və tələsin namaza doğru. Azam verildi, bəndəlik insandan bunu tələb edir ki, Rəbbin səni çağırır və sən bu çağırışa cavab verməlisən. O çağırışın müqabilində məsuliyyət hiss eləyir özlüyündə. Hər azan Allahın çağırışıdır. Bəndə olan insan çağırışa reaksiyasız qala bilməz. Mütləq durub çağırışa cavab verir, dəstəmazını alır, namazını qılır, ibadətini eləyir. Görürsünüz, übudiyyət daha dərin qatdır. İbadət zahirdədir. Hər kəs namaz qıla bilər. Bir adam vərdiş ucbatından da namazın əvvəl vaxtında qıla bilər. Bir adam, məsələn, orucun vərdiş üzündən tuta bilər. Bir adam ziyarətlərə vərdiş eləyibdir, hər il gedir, bu ildə getməlidir. Amma bir də var ki, mən bunu Allah əmr eləyir deyə icra eləyirəm. Baxın, bu tamam fərqlidir. Ubudiyyət budur, doğru yol budur. Belə olanda nə olur? Belə olanda bu olur ki, insan ibadəti ilə fəxr eləmir. İnsan kimlərəsə yuxarıdan aşağı baxmır. Mənim vəzifəmdir deyə mən bunu icra eləmişəm. Məsələn, məşhur misaldır da, bir adam susuzlayıb götürür, su içir, ətrafındakılara deyə bilməz ki, baxın mən su içdim. Təbii ehtiyacıdır bunu qarşılayıbdır. Və yaxud da əmrə itaət eləyən, deyək ki, əskər və yaxud da ondan rütbəli bir adama əmr gələndə, əmri icra eləyəndə fəxr eləmir ki, görürsünüz, mən əmri icra elədim. Zaten əmrin itaəti budur, icra olunmalıdır da. Əmri müzakirə üçün vermirlər ki, əmri icra eləmək üçün verirlər. Bəndəlik odur ki, insan ibadətlərin Allah əmridir deyə yerinə yetirməlidir. Bax, bu incə məqamı unutmaq olmaz. Biz hər gün namazda Allahdan bunu istəyirik. Bu yol həm asan, eyni zamanda məsuliyyətli işdir deyə gərək kömək olsun. Ona görə Allahdan kömək istəyirik ki, İhdinəs sıratal müstəqim. İlahi, bizi doğru yola hidayət elə. Bizi bəndəlik yoluna hidayət elə. Kömək elə ki, bu bəndəlik yolunda biz müvəffəq ola bilək. Sən yardımcı ol. Bəndəlik ruhiyyəsi olan insan bütün varlıq aləmində olan hər nəyi Allahın yaratdığı görür deyə Allahın yaratdığına xidmət eləmək istəyir. Allahın yaratdığına ziyan vurmaq istəmir. Niyə biz ziyan vururuq başqasının əmlakına, canına, malına, abrına? Əgər o Allahın yaratdığıdırsa, mən Allahın məxluquna yaratdığını necə ziyan vura bilərəm? Həzrəti Cəbrail, bilirsiniz, vəhiy mələyidir.
Gəldi dedi, ya Rasulallah, əgər bizə yer üzərində yaşayıb orada ibadət eləmək fürsəti verilsəydi, 3 ibadəti yerinə yetirərdik. 1. Susuz insana su verərdik. 2. Ehtiyaclı bir ailəyə kömək eləyərdik. Üçüncüsü, eybi açılmış bir insanın eybinin üstünü örtərdik. Bir adam günahkardır, onun eybinin üstünü örtərdik. Bir vəhiy mələyinin Allahdan təmənnasına baxın, Peyğəmbərə dediyi daxili istəyinə baxın ki, mən istəyərdim bir eyblinin eybini örtəm. Bu çox mühüm məsələdir. Biz niyə öz eyblərimizlə məşğul olmuruq? Ancaq başqalarının məsələlərini müzakirə edirik. Toyda, yasda, ad günündə, şad günündə ancaq kimlərisə biz müzakirə edirik. Çünki öz eyblərimizdən xəbərsizik və öz eyblərimizə məşğul deyilik. Əmirul Möminin Əli əleyhissalam buyurur ki, insan öz eybləri ilə məşğul olsa, başqalarının eybləri ilə məşğul olmağa vaxt olmayacaq. İnsan üçün ən böyük eyib odur ki, ən böyük ayıb odur ki, başqalarının eybləri müzakirə mövzusuna çevirir. Ondan da böyük ayıb odur ki, başqalarında irad elədiyi eybləri özü öz həyatında icra edir. Başqasında pislədiyim hərəkət mənim həyatımda var. Bundan böyük ayıb insan üçün ola bilməz. Eyib insan üçün ola bilməz. Buna görə bəndəlik istənilməsi sıradan bir məsələ deyil. Hər gün bu surədə bu duanın vacib edilməsinin hikməti var. Hikmətsiz deyil. Allah insana rəhm eləyir, lütf eləyir ki, bəndə ol. Bəndəliyin nəticəsi yenə də sənin özünə qayıdacaq. Mənim ehtiyacım yoxdur. Əli əleyhissalam Müttəqin xutbəsində deyir ki, bütün varlıq aləminin hamısı Allaha üsyan eləsə, Allahın izzətindən, səltənətindən bir şey əskilməz. Hamı ibadət eləsə, Allahın səltənətindən və izzətindən bir şey artmaz. Burada itirən və yaxud da qazanan insanın özü olur. Bir alim misal deyirdi. Deyirdi ki, bir insan evi üzü günəşə diksin və yaxud da arxası günəşə diksin. Burada itirən və qazanan günəş deyil, ev yəsidir. Günəş onsuz da öz işin funksiyasını yerinə yetirəcək. Onun üçün fərqi yoxdur. Kim bunu arxasını çevirdi, yoxsa kim evin üzünü ona tərəf çevirdi. İtirən və qazanan ev sahibi olur. Ona görə bəndəlik çox mühüm məsələdir və bizdən bəndəlik istənilir ki, biz Allaha bəndə ola bilək. Allah Quran-ı Kərimdə peyğəmbərlərindən inşallah gələn cümələrdə bu barədə bəhslər eləyəcək. Çox şirin, gözəl bəhslərdir. Allah Quran-ı Kərimdə peyğəmbərlərinə medal verən zaman belə bir tərif verir. Ni'məl əbd. Nə gözəl bəndədir. Bir insanın Allah yanında ən böyük şərafəti, ucalığı onun bəndəliyidir. Peyğəmbərlər ilk öncə bəndədirlər. Namazın təşəhhüdündə nə deyirik? Əşhədu ən la ilahə illallah və əşhədu ennə Muhammədən abduhu və rasuluhu. Şəhadət verirəm Muhammed sallallahu aleyhi və səlləm Allahın qulu, bəndəsi, sonra rəsuludur. Əvvəl insanın bəndəliyi gəlir. Ona görə hamımız çalışmalıyıq ki, Allaha bəndə olaq. Allaha bəndəliyin insan həyatında təsiri danılmazdır. Allaha bəndə olan insan başqa bəndələrə qarşı, başqa insanlara qarşı, başqa yaradılmışlara qarşı mərhəmətsiz baxa bilməz. Niyə bu günləri dünyada zorakılıq, qan, adam öldürmə çox adi, sıradan bir şeyə çevrilib? Çünki insanlar özlərin bəndə bilmirlər, özlərin qüdrət sahibi bilirlər. İlk dəfə Allah Quran-ı Kərimdə insandan danışan zaman onun tüğyanından danışır. Buyurur ki, İnnəl insanə lə yətqa ən rəahu istəğna. Ələq surəsində buyurur ki, insan tüğyan edir. Nə zaman? Özün ehtiyatsız görən zaman. Demirə, ehtiyatsız olanda. İnsanın ehtiyatsız bir halı yoxdur. Amma bəzən ola bilir ki, insan özün ehtiyatsız görür. Vəzifə, pul, dost, bədəninin qüvvəti, cavanlığı və s. insanı ehtiyatsız göstərir. Bəndə olmayanda çaşır. Görürsən, tüğyan elədi, həddin aşdı. Buna görə biz Həmd surəsində Allahdan istəyirik ki, ilahi bizə bəndəliyi dadızdır. Bəndə ola bilək, sənin bəndən ola bilək. Əgər bəndə olarıqsa,
hər şey bizim qarşımızda zəlil olar. Hədis buyurur ki, İmam Sadiq əleyhissalam: "Mən abadallah, abadallahu lehu kulli şey." Hər kim Allaha bəndəlik eləsə, Allah hər şeyi ona bəndə eləyər. Hər kəsin qəlbi Allahın əlindədir. Qəlbləri Allah ram eləyər. Ən böyük bəndələr, keçən cümə dedik, şəhidlərdir, salihlərdir, peyğəmbərlərdir, siddiqlərdir, peyğəmbər və əhl-i-beytidir. Baxın, bütün dünya bunların əleyhinə işləsə də qəlblərdə onların məhəbbəti var. Allah bir də fürsət verməsin, Əhl-i-Beyt imamlarının qəbrini dağıtmaq istəyəndə daha doğrusu, deyirlər ki, biz Hüseynin və Həzrəti Əbəlfəzin də qəbrini dağıdacaq. Bir nəfər demişdi ki, hansı qəbrin? Necə hansı? Bunların qəbri Həzrət Hüseynin də, Həzrət Əbəlfəzin də, qeyrilərində qəbri Kərbəladadır da, dağıdacaqlar. Ki, yox. Əhl-i-Beytdən hədis var ki, İnnə quburənə fi qulubil müminin. Bizim qəbirlərimiz möminlərin qəlbindədir. Zahiri qəbri, daşı dağıda bilərsən, amma qəlblərdə olan qəbirləri dağıda bilməzsən. Çünki Allah eşqi ilə, Allah məhəbbəti ilə yoğrulubdur. Bu yerlərdə artıq Allah məhəbbəti qərarlaşıbdır və bu cəzb eləyir bütün yaxşıları özünə. Pislər də ki, təbii dəf olur. Ona görə bu Yasin surəsinin 61-ci ayəsində oxuyuruq ki, Allahın kəlamıdır. Allah buyurur ki, mənə bəndə olun, mənə bəndəlik edin, doğru yol budur. Bizim istədiyimiz budur. Allah inşallah hamımızı həqiqi bəndələrdən qərar versin inşallah. Bismillahirrahmanirrahim. İnna a'teynakal kevsar. Fasalli li rabbika venhar. İnne şaniyeke huvel abtar. Sadakallahul aliyyü.